Hər vaxtınız xeyir olsun Nuraynə. Bəli, vurğuladığınız kimi bu il ərzində təməl tikililərin 17%, torpaq sahələrinin isə 15% qiymət artımı gözlənir. Təbii ki, bilirik ki, daşınmaz əmlak bazarında hazırda vəziyyət bir qədər gərgindir. Çünki durmadan qiymət artımı müşahidə edilir və insanlar mənzil almaqda çətinlik çəkirlər və elə üst tutduqları da əsasən təməl tikili olur ki, indi onun da qiymətinin artacağı vurğulanıb. Səbəb nə ilə bağlıdır və irəliləyən dövrdə bizi daşınmaz əmlak bazarında hansı mənzərə gözləyir? Bununla bağlı informasiyanı hazırda qonağım Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruçdan əldə edəcəyik. Xoş gördük Vüqar bəy. Buyurun, suallarımıza cavabı sizdən eşidək. Bildiyimiz kimi son 3 ildə daşınmaz əmlak bütün istiqamətlərdə qiymət artımına məruz qalıb və bu qiymət artımı müəyyən mənada aqressiv, daha çox görünən bir qiymət artımı idi. 2026-cı ildə, yəni yaşadığımız ildə bu qiymət artımı davam edəcək, amma adətən bu il soyuma, yəni stabilləşmə ili kimi qeyd oluna bilər. Qeyd etdiyiniz təməl tikililərin qiymət artımı onunla bağlıdır ki, artıq indi inşaat materialları həddən artıq bahadır, eyni zamanda tikinti normativləri çox mürəkkəbdir və torpaq sahələrinin də qiyməti artdığı üçün tikinti şirkətləri təbii ki, 1 kvadrat metrə çəkilən xərclər baxımından daha böyük qiymətlər təklif edəcəklər. Yəni, yeni tikililər, hansı ki, təməldən tikililir, digər tikililərə nisbətən daha çox qiymət artımına məruz qalacaq. Digərlər istiqamətdə isə bildiyimiz kimi 2025-ci ildə orta çəkili artım yeni tikililərdə təqribən 15% idi və bu 15% bu il deməli təqribən 9,5% civarında olacaq artım. 27-ci ildə isə bu artım 6,7%-ə düşəcək. Yəni, getdikcə artım qüvvəsini saxlamaq şərti ilə daşınmaz əmlak bütün istiqamətlərdə qiymət artımı dinamikasında daha az qiymət artımına məruz qalacaq. Rayonlarda biz qeyd edə bilərik ki, stabil artıma məruz qalan rayonlar içərisində Səbail rayonudur və yeni Yasamal rayonu isə rayonlar içərisində həm torpaq sahəsinin qiymətinə, həm də köhnə tikililərin qiymət artımına görə liderlik edir. Nərimanov rayonu isə investisiya cəlb ediciyi baxımdan stabil rayondur və həm yeni tikililər, həm də torpaq sahəsinin qiyməti, o cümlədən qeyri-yaşayış sahələrinin qiyməti qarşıdakı illərdə sözügedən rayonlarda artıma məruz qalacaqlar. Təşəkkür edirəm informasiyaları biz və tamaşaçılarımızla paylaşdığınız üçün. Bəli, elə aydın oldu ki, daşınmaz əmlak bazarında hazırda vəziyyət bir qədər qəlizdir və elə təməl tikililərin qiyməti 17% və torpaq sahələrinin qiyməti isə 15% artacaq və bu il əsasən soyuma dövrü kimi qiymətləndirilir. İndi növbəti ildən də əsasən bizi hansı mənzərələrini gözlədiyini yenə Qiymətləndiricilər Cəmiyyətinin sədri vurğuladı. Çatdıra biləcəklərimiz bu qədər, söz yenidən sizdədir. Təşəkkürlər Rəqsanə, sənə və müsahibinə təşəkkür edirik detallı məlumatlar üçün.